xeyir olsun, əziz tamaşaçılar və dəyərli izləyicilərimiz, hər birinizi Kisal İnternet Televiziyasının efirindən salamlayıram. Bizimlə həmsöhbət verilişini izləyirsiniz. Əziz tamaşaçılar, bugün studiyamızda qəhrəman bir vətən oğlunun, şəhid Həmdağa Hüseynzadənin atasını qonaq etmişik. Həmdağa kimi igidlər vətən uğrunda canlarından keçərək xalqımızın qüruruna çevriliblər. Biz bugün təkcə bir şəhidin həyatını deyil, eyni zamanda bir ata ürəyini yaşadığı hisslərdən danışacağıq. Gəlin Həmdağanın ömür hekayəsini, həyat yolunu onun atası Bağbəy Hüseynzadənin dilindən eşidək. Xoş gördük sizi Bağbəy. Çox sağ olun, minnətdarım. Bağbəy, ümumiyyətlə belə desək, oğlunuzun həyat yolunu sizin dilinizdən eşitmək istərdik. Bu barədə fikirləriniz? Həmdağa 1990-cı ildə Bakı şəhərində anadan olub. 2008-ci ildə, yəni orta məktəbi bitirəndən sonra, yəni 54 nömrəli Abdullah Şahı adına orta məktəbi bitirib. 2008-ci ildə Heydər Əliyev adına Ali Hərbi məktəbə daxil olub. 2012-ci ildə həmin məktəbi fərqlənmə ilə bitirib. 2013-cü ildən, 12-dən 13-cü iləcən Bakı Şəhər Təlim Tədris Mərkəzində öz təhsilini davam etdirib. Yəni oxuduğu dövrdə, yəni həm orta məktəb, həm ali təhsil aldığı dövrdə özünü bir, necə deyərlər, bir qabaqcıl şagird, qabaqcıl bir müdavim kimi göstərmiş və öz yoldaşları tərəfindən, öz oxuduğu məktəbin müəllimləri tərəfindən nümunəvi bir hörmətə layiqli bir şagird tələb olmuşdu. Yəni çox səmimi insan idi, çox gözəl evlad idi, şən uşaq idi, deyib gülən, öz yoldaşları, dostları arasında böyük hörmətə, nüfuza malik bir oğul idi. Mən bununla fəxr edirəm ki, mənim oğlum yəni bu xasiyyətdə olub, bu cür olub. Ondan sonra oğlum dövlət tərəfindən hərbi qulluq, yəni leytinant alandan sonra, rütbəsi alandan sonra Ağcabədi rayon en salih hərbi hissədə orada komandir vəzifəsində çalışıb. Ondan bir müddət sonra hələ həmin ilin sonlarında Ağdamın Yusuf Canlı kəndində, yəni postda xidmət edir. Günlərin bir günündə bir yay fəsli idi, 14-cü il olardı. Bir telefon zəngi gəldi naməlum yerdən, gördük uşağın özü zəng eləyib. Soruşanda, ay bala, sən haradan zəng eləyirsən? Söylədi ki, mən xüsusi təyinatlı qüvvələrə daxil olmuşam öz ərizəmlə. Yəni, mən təlimdəyəm, burada heç bir telefon əlaqəsi olmadığına görə xahiş eləmişəm ki, siz arxayın olasınız ki, mən yəni belə bir yerdəyəm, narahat olmayasın. O, həmin xüsusi təyinatlarda da o kursu keçəndən sonra tam şəkildə xüsusi təyinatlı qüvvələrin zabiti kimi deməli, Cəlilabad rayonunun Göytəpə qəsəbəsində olan hərbi hissəsi var orada. Həmin hərbi hissəyə bir zabit kimi oraya göndərildi. Ondan sonra, yəni işlədiyi müddətdə də orada da öz iş yoldaşları ilə, öz komandirlərinin belə deyək, hörmətini qazandı, rəğbətini qazandı və nəhayət 2015-ci ildə dövlətimiz onu Türkiyə Cümhuriyyətinə oxumağa göndərdilər. Yəni təhsilini daha da artırmaq üçün, təkmilləşdirmək üçün. Türkiyədən gələndən sonra onu yenidən Gürcüstan dövlətinə, NATO qoşunları təlim tədris mərkəzinə orada onu oxumağa yenidən göndərdilər və orada da həmin o kursu bitirdikdən sonra yüksək bal vasitəsilə, yəni Bakıya gəldi. Yəni onu da orada sertifikatlarla ki, təqdim eləmişdilər. Onu hərbi hissədə onun topladığı yüksək ballara görə fəxri fərmanlarla, diplomlarla, yəni onun o zəhmətini, işini, qiymətini qiymətləndirmişdilər. Nəhayət 2016-cı ildə, yəni aprel döyüşləri ki, deyirik ona, 4 günlük müharibədə, Həmdağa da həmin döyüşlərin iştirakçısı olub. O döyüşdüyü 4 gün ərzində böyük qəhrəmanlıqlar göstərib, şücaətlər göstərib orada. Yəni torpaqlarımızın bir hissəsinin o dövrdə alınmasında. Yəni nəhayət 14 apreldə, yəni Həmdağa o vaxt evə gəldi və dedi ki, möhtəmər prezidentimiz Ali Baş Komandan, yəni atəşkəs elan elədi
və texnikanın həmin döyüş bölgəsindən geri çağırılmasına göstəriş əmr vermişdi ki, 14 apreldə həmin o işlər həyata keçirildi, Həmdağa və gəldi. Ondan sonra Həmdağa ikinci dəfə olaraq 17-ci ildə, 2017-ci ildə yenidən Gürcüstana, yəni yenə də orada təhsilini artırmaq üçün, hərbi biliklərini yəni yüksək səviyyədə keçirmək üçün Gürcüstana yenə də göndərildi bizim Müdafiə Nazirliyindən. Bəli. Orada da yenidən gəldi kurslarını keçəndən sonra, yəni sertifikatlarla təqdim olundu, yəni ona yüksək balla. Gəldi, ondan sonra ona baş leytenant rütbəsi verdilər. Ondan sonra biraz ağırdı belə ata üçün danışmaq, elə bir şeyləri. Yəni həm də o baş kəşfiyyatçı idi. O sırf xüsusi təyinatlı idi də. Yəni sırf xüsusi təyinatlı. O Türkiyədəki keçdiyi o təlimlər keçirdiyi hava qüvvələri, dəniz qüvvələri, dağ komando, quru-muru, yəni 6 bənd ki var, onların xüsusi təyinatlı. Onların hər birindən Həmdağa yüksək göstəricilərlə nailiyyətlər göstərib keçmişdi. Sırf xüsusi təyinatlı idi. Günlərin bir günü gəldi ki, pes ata, anam da bilməsin, mən verilmiş tapşırığa əsasən kəşfiyyata gedirəm öz qrupumla. Mən də bir ata kimi, bir balaca olsa evladdır da, adam biraz özünü narahat hiss edir ki, kəşfiyyat da elə bir şeydir ki, elə müharibədən də bir çetin bir şeydir, hər şey ola bilər. Özü də onu demiş ki, ata, mən gedirəm, 10-12 günlük, yəni bizim işimiz var orada. Yəni minalanmış sahələrdən keçməliyik, erməni postlarını keçməliyik və nəhayət postları keçəndən sonra gedib verilmiş tapşırığı yerinə yetirməliyik və qayıtmalıyıq. Təsəvvür edin, bir bəndi keçmək, 2 bəndi keçmək, 3 bəndi keçmək, yenidən onları təkrar şəkildə dala qayıtmaq, yəni nə qədər bu bizim əskər zabitlərimiz üçün çox bir çətin bir məsələdir, bunu mərhələdir bu eləmək. Amma buna baxmayaraq Həmdağa və onu ilə çalışan yoldaşlar bu mərhələnin, bu tapşırığın öhdəsindən layiqincə gəldilər. Yəni belə tapşırıqlar tək olmayıb. Yəni mən birini belə misal gətirdim. Yəni çox olub belə tapşırıqlar. Amma mən yəni də bir ata kimi məsləhətim olurdu, oturdum, yəni üzbəüz onu ilə həmin kəşfiyyatlara getmək ərəfəsində deyirdim, ay oğul, bax gedirsən, mənim başımı aşağı eləməklə xalqımızın, dövlətimizin, millətimizin qarşısında əgər belə bir şey olsa, nə barədə əsir düşəsən düşmənə, mən xalq içinə, millət içinə çıxa bilmərəm. Ondan sonra başıma bir güllə çaxsan orada ondan yaxşıdır. Bilərəm ki, bir qəhrəman kimi sən orada həlak oldun. Hətta deyərdim ki, o ki dostlar ki var sizinlə ki gedirlər həmin o tapşırığı yerinə yetirməyə, onlar da Allahın işidir, onu kim qaranti verir, heç kim ona sığortalanmayıb. Hətta ola bilər dostluğunuz bu düşmən əlinə keçəndə, əgər başarırsınızsa, çalışa bilirsinizsə, onu düşməndən xilas edin, alın onu önünə. Əgər mümkün deyilsə, özünüz, öz güllüyünüzlə həmin dostluğunuzu məhv edin ki, o olağan əlinə düşməsin. Çünki olağan əlinə düşsə, onun ölümü ondan betər olacaq, ağır olacaq. O ata-ana illər boyu əzab, əziyyət çəkəcək. Amma ata-ana bilər ki, oğlu qəhrəman oldu, şəhid oldu bu vətən torpağı uğrunda. Bax qızım, beləsinə bir şeylər ki, gəlir, bu valideynlər üçün çox çətindir, övlad itirmək. Və nəhayət 20-ci il vətən uğrunda, 20-ci ildə, yəni Ali Baş Komandan... Müharibə başlayanda siz Həmidağa ilə əlaqə saxlaya bildinizmi? Yox qızım, ondan qabaq hələ bir heç məlumatımız da yoxdur ki, müharibə olacaq. Hələ evdə Həmdağanı biz çox-çox görmürdük. Onun şəhərçiliyi ki, ən çox təlimlərlə coşur. Özü indi baxmayaraq zabit idi, ailəli idi, heç evində də çox vaxt tapılmırdı. Yəni onun şəhərçiliyi ki, dağlar, dərələr, meşələr, Şahdağ, yəni gedirdilər rayonlar, İsmailli tərəfə, dağlarda onlar orada təlimlər keçir. Həm də onun gənc nəsil ki var idi, onları yetişdirirdi, onları dəstəyirdi orada. Hətta onun əskərləri döyürdü, başqa qruplar idi orada. Amma gedirdi orada onlara təlim dərsləri keçirdi. Başa salırdı ki, necə eləmək, necə düşmənin o mövqelərini necə məhv eləmək, texnikasını necə məhv eləmək, onlara başa salırdı, öyrədirdi.
Mən bir sizə bir hadisəni danışım. Həmin şəhid olandan sonra həmin uşaqlar bizə gəlmişdilər baş sağlığına. Halbuki həmin də onların nə komandiri idi, nə də onlarla bir yerdə yəni xidmət eləyirdi. Yoldaşı deyildi, belə deyilsin. Ancaq onlar o Həmiddən ki, o qayğını, hörməti, onlara məhəbbəti görmüşdülər. Dedi, bizim belə bir müəllimimiz olub, hərbi müəllimimiz olub, hər şey bizə öyrədib. Gülə-gülə, danışa-danışa. Ona qarşı olan məhəbbətləri, ona görə olan sevgiyi, gəliblər, eşidiblər, Həmdağa şəhid olub, bizə gəlib, bizə başsağlığı verdilər ki, bu neş belə oldu da, yəni belə olmamalı idi. Yəni Həmdağa kimi zabitlərimiz, yəni azdır. Qızım, bu 20-ci ildə ki, həmin ki, bu müharibə ki başladı, Ali Başkomandan İlham Əliyev cənablarının göstərişi ilə. Yəni torpaqlarımız başlandı get-gedə alınmağa bu işğalçılardan, bu zalimlərin əlindən, düşmən tapdağında olan torpaqlarımız, yəni o ki bizim qaçqınlarımız, köçkünlərimiz, yəni onlar evindən, eşindən didərgin olanmış, yəni analar, atalar, bacılar, qardaşlar ki, onların gözü həmişə torpaqlarında idi ki, bir vaxt gün gələcək. Ulu öndərimiz Əli Heydər Əliyev cənabları o vaxt hələ deyirdi ki, biz qayıdıcıyıq bu torpaqlara geçdir. Yəni bizim igid oğullarımız o torpaqları alıcılar. Baxın, indi bizim bu igid oğullarımız kimlərdir? Yəni Həmdağa kimilər. Bizim indiki, yəni Allah ulu öndərimizə rəhmət eləsin. Allah bizim prezidentimizə can sağlığı versin. Mənim oğlum, yəni Həmdağa kimi zabitlər. Bizim bu prezidentimiz İlham Əliyevin vaxtında, onun dövründə oxunmuş, savad almış, diplom almış zabitlərdir. Görün, dövlətimiz onların savad alması üçün, onların gözəl zabit, yəni bacarıqlı zabit yetişməsi üçün dövlətimiz nə qədər maddi cəhətdən, yəni vəsait xərcləyir ora. Yəni mənim oğlum göründə Türkiyədə olub, 2 dəfə Gürcüstanda olub, Pakistandan gələn hərbiçilər Bakıda bizim Gəncə şəhərində onların da təlimi olub. Mənim oğlum hətta Həmdağa həmin o Pakistanlılarla təlimdə iştirak edib onlarla. Yəni bunlar xırda işlər dövrdə, bunlar gözə görünmür, amma böyük vəsaitlər tələb edilir. Bir leytenantın yetişdirilməsi üçün, yəni dövlət yetişdirilməsi üçün milyonlarla manatla vəsait lazımdır. İndi təsəvvür edin ki, bir Həmdağa deyil ki, nə qədər bizim də indi baxın da heç bir dünyada, heç bir müharibədə bu qədər zabit şəhid olmayıb. Bu 20-ci il döyüşlərində. Görün, indi yenə də mən bir haşiyə çıxacağım bu yaxın. İstədim onu danışam, amma indi gəlirəm bu aprel döyüşlərində ki, bizim şəhidlər ki vardı, Həmdağanın iş yoldaşları. Həmdağa gedirdi yoldaşlarla həmin şəhid ailələrini ziyarətə. Amma bir gün gördüm də belə nəsə gözləri dolub, narahat kimi, gördüm ağlayıb nəsə bu. Gözləri zalıb, gəlib deyirəm, ay bala, nə olub sənə, nə ağlamırsan? Bir dəfə şəhid ailəsi evinə getmişdi. Deyir, ana tutub sinəmdən, balasını istəyir məndən. Sən onun əskəri ol. Dedim, ay oğul, heç olmasa o anayanın kimisə yaxasından tutub evladını istəməyə bir adam var, şəxs var. Amma sənə bir şey olsa, mən kimin yaxasından tutacağım? Mən səni kimdən istəyəcəm? Çünki o əskərdir, il yarım xidmətidir. Məsələn, başa vurdu, getdi və yaxud şəhid oldu. İndi ata-ana da bildik şəhid oldu. Amma sən ömür boyu bu hərbinin içindəsən. Yəni, bunu belə qəbul eləmişsən də, hər an ölüm sənin göz qabağındadır. Yəni, bilirik ki, torpaqlarımız o vaxtda, yəni hələ müharibədən qabaq, mən özüm deyirdim onu ki, bax, hələ torpaqlarımız alınmayıb, hər an ölüm doğulur. Yəni, döyüşə gedəndə, təlimə gedəndə, yəni o kiçik kəşfiyyat işlərini ki, adı kiçikdir də, amma şeye baxanda, onu biz dərindən baxanda böyük bir hadisədir, o böyük bir işdir. Oraya gedəndə, nəsə bir hadisə baş verəndə, yəni insan onu ölümü gözünün qabağını götürməlidir ki, mən yəni ölümə gedirəm. Yəni topun, tüfəngin, güllənin qabağına gedirəm. Çox çətin şeydir. Bax, mən bəs şəhid olmaq xəbərini necə bildiniz? Şəhid xəbəri, yəni döyüşdülər. İnan Allah, o müharibə başlayanda, yəni o döyüşlər ki başladı 20-ci ildə, biraz məndə bir qürur hissi vardı ki, nəhayət biz bu döyüşü başladıq, torpaqlarımızı başlayacaq azad eləməyə. Mən
Yəni 2 dənə mənim radiom vardı bağda. Birini bir bağın o başında qoymuşdum, birini bağın o başında qoymuşdum. İkisini də yandırmışdım. Yəni bu bizim Müdafiə Nazirliyinin məlumatları, yəni yarım saatdan bir saatdan bir verilirdi. Yəni həyətin o başında olanda, oradan eşitdim onu mən. Həyətin bu başı olanda, görün vəziyyət necədir, işlər necə gedir, döyüşlər necə gedir, bizi məlumatlandırırlar. Ayın 28-i mən gəldim Bakı Bağdan, Maşdağı kəndindən, gəldim şəhərə evə. Evə gəldim. Onda da televiziyada deyirdilər. Nəsə də indi ata ürəkdir, nəsə özümü belə çox narahat pis hiss edirdim. Amma gəl yoldaşıma deyə bilmirdim ki, narahatam. Çünki bir hadisə olanda mənim özümü çox pis hiss edirəm. Ürəyim çırpınır nəsə. Elə oldu ki, ayın 30'u mən getdim bizim bu Papanın deyilən yerdə hərbi hospitalımız var. Dedim, çünki aprel döyüşlərində də olmuşdu o hadisə. Getdim mən qan verdim də uşaqlarımız çünki yəni bir qana ehtiyacı var, yaralı uşaqlarımız. Bir borc bildim də vətəndaş kimi ki, gedim mən orada qan verim uşaqlarımız üçün. Mənə buraxmadılar içəri. Dedilər, möhtərəm prezidentimiz xanımı ilə, Mehriban xanımla bizim yaralı qazilərimizin yanındadır, onlarla görüş keçirirlər. Mən orada dedim ki, mən prezidentin yanına getmirəm ki, mən gedirəm yəni qan keçirmə işləsinə, qan verməyə. Dedilər, ağsaqqal narahat olmayın, hələ ki qana ehtiyac yoxdur. Dedilər, gəl adı, familiyalı yazaq götürək, birdən lazım olanda biz sizə zəng eləyərik, ehtiyac olsa gələrsiniz, verərsiniz. Yazdılar, adımı, familiyamı götürdülər, çıxdım, gəldim evə. Yığdım şələküləmi, çıxdım, getdim bağa. Bağa getdim, amma narahat getdim. Amma nə bilim ki, uşaq şəhid olub. Qazı deməmiş, uşaq şəhid olub, amma mənə biz bilmirik. Biz elə bildik ki, döyüşür. Ayın 2'si idi də, oktyabr ayın 2'si idi, səhər düz onun yarısıdır. Mənə zəng gəldi telefonuma, dedilər səfərbərlikdəndir. Dedim, xeyr ola. Dedilər, biz ünvanları gezirik. Yəni yazırıq da ki, yəni müharibə dövründə bəlkə lazım olsa çağıraq gəlsin döyüşməyə. Dedim, mənim gözüm üstə, mən də oğlum döyüşür, mən də hazıram bir vətəndaş kimi döyüşlərdə, müharibədə iştirak edim, torpaqlarımızın azadlığı uğrunda. Dedilər, ehtiyac yoxdur, amma gəlmişik, nəsə məhəllə özdə sizin ev yoxdur. Evlərimizi də sökmüşlər o ərəfədə. Plana düşmüşdü, Sovetçik tərəfdə. Dedim, yox, mən yaşayıram, dedim, 5-ci xırayında Asım Məhərrəm Ofiçəsi 28-də yaşayıram. Nəsə adboy getdi, yəni adboy verildi. Bir daha çəkmədi, ikinci zəng gəldi. Həmin nömrədən. İkinci zəng gəldi, dedi ki, siz Əmdağanın atasısınız, şəhiddirmi, Hüseyin Zahid. Deyirəm, bəli, həmin oğlumdur, yəni kapitandır. Biz döyüşür, Murov istiqamətində döyüşür. Çünki onun o yoldaşları ki, o hərbi hissədə onların, belə deyək də, Qaradok deyirlərdi, şəhərcik, hərbi şəhərcik. O ki, ailələr orada yaşayırdılar. Onlar bizə məlumat vermişlər ki, Həmdağa gili Murovdağ, Kəlbəcərdə Murovdağ istiqamətindədir. Onlar orada döyüşürlər. Neysə, adbo verdilər. Elə bilirsən ki, yatmışdım birdən aldım ki, həmin eyni nömrədən 2 dəfə mənə zəng gəlir. Şübhələndiniz artıq. Şübhələndim ki, ona adresi soruşurlar. Təzdən burada da Həmdağanın atasısınız. Onda bildim ki, elə qəlbimdə olarsa, uşaq şəhiddir. İndi istəyirəm o nömrəni yığam, parmaqlarım gəlmiş. Çox pis ayaqlarım tutuldu, əllərim tutuldu. Çıxmışam bayrağa, heç kim yox. Qonşunun qapısını döydüm, qonşu çıxdı. Deyirəm, ay Nəcmə bacı, uşaq şəhid olub deyəsən, mənə demirlər. Dedi, yox, ola bilməz, olsaydı deyərlər. Sonra bu sağ tərəfdə də bir qonşum vardı, o da səhər işə gedirdi, elə o anda işdən çıxdı, qadın xeylağı idi.
Dedim, Aybalca, pes bir dənə mənə zəng gəlib, xahiş elə bir dənə o nömrəni yığdı mənə. Yığdı, haçandan haçana götürdülər o nömrəni, götürdülər. Dedim, ay qardaşım, pes bir dəfə zəng elədiniz, belə soruşdunuz, ikinci dəfə belə zəng elədiniz. Mənə düzünü deyin, uşaq şəhid olub, yoxsa yox. Dedilər, yox, ağsaqqal, siz nə danışırsınız? Ola bir şey olsaydı, bir sürü məlumatlandırardı. Bildirmədilər. Bildirmədilər. Amma mən çəkmədim də. Advoz ad vermədim. Dedim, yox, siz mənə anladırsınız. Amma mənə düzünü deyin. Mən evdə deyirəm. Mən şəhərdən aralıyam da. Yəni, mənə belə bir şey varsa mənə deyin, mən gedim hazırlaşım. Gənə də boyun almaq istəmirdilər. Və nəhayət axırı bir hissləndim, qəzəbləndim də. Dedim, bax, belə bir şey olsa sonra məndən inciməyin. Mən tərs adamam. Bilib demirsiniz. Sonra məndən sonra sizdən əl çəkməyəcəm, yəni. Sonra sizin üçün pis olacaq. Bu anda dedi mənə ki, get hazırlaş. İndi təsəvvür edirsiniz ki, nəyə qədər ümidim vardı ki, uşaq sağ olar. Amma indi dəvət ki, uşaq sağ olar. Heç bilmədim, oradan evə necə gəldim. Gəldim, gördüm ki, məhəllərimizdə bir dənə böyük bir izdiham var. Polislər, nə bilim, bütün qonşular, aşağı təbəqədən 3-cü mikrorayonun bazarından eşidən, o bazarda alver eləyən yoldaşlar, stayankalarda o maşın şoferləri, o moykaları zadı hamısı eşidiblər ki, pes yuxarı məhəlləyə şəhid gətirirlər. Hamısı axışıb gəlib məhəlləyə. Təcili yardıma gəldim, oturdum bisetkada, başım aşağı idi. İndi təsəvvür edin də, İgid oğul 30 yaşında. Oxunmuş, savadlı, hörmətli. Mən deyərdim ki, öz hərbi hissəsində yox, Azərbaycanda hörmətə layiq bir oğullardan biridir. Hər yerdə onu tanıyırdılar. Kimdən nəsə xahiş eləsəydi, onun sözü yerə düşməzdi. Həqiqi deyirəm, bir deyər ki, atasıdır, belə deyir oğlan. Yox. Həqiqətən həmid kimi oğullar həyatda var, amma azdır. Mən hər bir ataya, anaya Həmdağa kimi oğul olmağının qismətini arzu edirəm ki, o cür oğul olsun. Yəni ata canlı, ana canlı, ailə canlı, atanın, ananın sözü ilə qulaq asan. Yəni indi demirəm, elə bilər ki, bəlkə mən onu hansısa bəlkə o pis yola, amma əksinə yaxşı yola çəkmək. Yəni elmlə məşğul olmaq, təhsillə məşğul olmaq, ailəsinə baxmaq, ataya, anaya hörmət eləmək, böyüklərə hörmət eləmək, uşaqla uşaq, böyüklə böyük, həmişə belənçinə biz ona tərbiyə vermişik. O tərbiyənin də nəticəsini biz müsbət mənada yəni görmüşük. Yəni Həmdağa bax belənçinə bir igid oğullarımızdan olub. Həmdağanın belə ən nümunəsini elə bu danışdıqlarım var. Vətənpərvərliyi, o yəni o çəkinmədən, o düşün ki, kimsə onu harasa göndərsin, işi ilə əlaqədar düşün, yox mən getmirəm, kimisə göndərir mənim yerimə, evdə xəstəm var, ya nəsə bir çətinligim var. Həm məsəl üçün, indi çoxları da bilirdi, onun bir qardaşı birinci qrup əlildir. Mən özüm də ikinci qrup əliləm. Məsəl üçün, nəsə mane eləyərdi ki, atam xəstədir, anam xəstədir, qardaşım xəstədir. Bəlkə məni göndərməyəsiniz, başqasını göndər. Amma yəni onları nəsə gətirib gəlib qala bilərdi, getməyə bilərdi. Amma Həmdağada o şey yoxdur. Çünki o birinci gündən hərbiyə gedəndə mən demişdim ki, mən gedirəm torpaqları qorumağa yox, əlimizdən gedilmiş torpaqları almağa gedirəm mən. Qorumaq sonraki işdir. Əsas alaq ki, sonra onu qoruyaq. Yəni uşaqlıqdan həvəsi vardı, belə döyüşlər, o döyüşdü, 41-45-ci il o Böyük Vətən müharibəsi vardı, 2-ci Dünya müharibəsi. Oradakı filmlər ki, göstərirdilər, onlara çox belə diqqətlə baxırdı. O, indi Rus dövləti də olsa, yəni o vaxt çəkilən filmlər, sonra bizim öz Azərbaycan filmlərimiz, Uzaq Sahillərdə filmi, Şərqin Çörək, yəni müharibəyə həsr olmuş, bizim Cəbiş müəllim, müharibəyə həsr olmuş filmlərimiz var. Yəni onlara çox diqqətlə baxırdı, oradan məna götürürdü ki, bax, orada o film nə məna daşıyır, neyi demək istəyir orada tamaşaçıya həmin film. Nəyi çatdırır insanlara. Həmdağanın bu cürə zəkası vardı. Həmdağa tarixi çox gözəl bilirdi, riyaziyyat elmlərini çox gözəl bilirdi. İndi təsəvvür edin ki, bax, indi mən sizə qayıdıram keçmişə də. Həmdağa, yəni o texniki sənət ki vermişdi birinci qrupa.
o texniki fənlərdən yüksək ballar toplamışdı. Birinci ictimai fənlərdən Humanitar, texniki fənlər. onlar biraz zəif idi. İndi o məktəbə daxil olanlar eləsi vardı, Həmiddən çox bal toplamışdı. Amma Həmidi qəbul eləmişdilər. Onlar qəbul. Niyə görə? Orada da seçim eləmişdilər. Kim texniki fənlərdən çox bal toplayıbsa, onları qəbul edirdilər ki, orada riyazi hesablamalar, riyaziyyat, fizikası, kimyası orada vacibdir. Amma ədəbiyyatdır, nə bilim, bəzi fənlər ki, humanitar yönlü, onlardan çox yığıb, amma tarix, bu texniki fənlərdən az bal yığıb, o çox yığdığına görə, məsəl üçün 10 bal, 15 bal Həmiddən artıq yığıbsa, amma onu qəbul eləməyiblər. Çünki orada onlar nəzərə alınır. Çünki Həmid o karta sistemini, koordinat sistemini çox gözəl bilirdi. O hərbidə əsas o karta ki var, koordinatlar, o yer dəyişmələr, hardan hara getmək, hardan hara getmək, onlar çox o xətkeş idi. Onlardakı o xətkeşlə ki, koordinat məsələ işləyirdilər, o kompas vasitəsilə. Yəni, onları Həmid ağa çox gözəl bilirdi. Həmid ağa ilə tarixdən, hətta bizim ən qədim Azərbaycan tarixindən, yeni tarixindən sual versəydin, o bizim Azərbaycanın Səlcuq dövlətindən, Qaraqoyunlar, Ağqoyunlar, onları hamısını 5 barmağı kimi bilirdi. Yəni, niyə görə bilirdi? Mən uşaqlıqdan başa saldım ki, sən oxuyla, ali təhsilli ol, xaricə gedəndə tarixi də bilginə ki, sənə sualcad versələr, sən baş aşağı olmayasan. Yəni, həmin suallarca o oxuya, həmin tarixlə də maraqlanırdı, oxuyurdu onları, hər şeyi bilirdi. Neçə dənə dil bilirdi, mən demək istəmirəm burada. Neçə dil bilirdi. Yəni, o işi onu məcbur edirdi ki, o dili bilməlidir. Olmasa, həvəsi vardı ki, geçsin Ukraynada oxusun. Yəni, öz tədrisini, öz savadını bir də artmaq üçün Ukraynaya həvəsi vardı idi. Ata o vaxt Ukraynada müharibə yox idi də, indi müharibə gedir orada. Dedi ki, mən Rusiyada yox, gəlin mən Ukraynada oxuyam. Onun təhsili Rusiyadan güclüdür. Çünki o hərbiçi idi, maraqlanırdı da. Orada oxuyanlardan soruşurdu. Ya orada oxuyub gələnlərdən özü də dedi ki, o zabitdən güclüdür. Yəni, o hərbini daha yaxşı bilir, nəinki o birisi zabit. Yəni, həm dağda bələdçinə götürmə qabiliyyəti çox güclü idi. Mən həmin gənclərimizə ki, deyirsiniz mənə, həm dağda olan o xasiyyətləri, xüsusiyyətləri onları arzu eləyərdim. Həm vətənə sevgi, həm ailəyə sevgi, həm dostlarına sevgi, öz işinə sevgi ilə yanaşmağı. Sadiqliyi, nümunəvi belə o nümunəvi bir zabit idi ki, bizim orduda, yəni bizim şanlı ordumuzda. İndi də getdi, şəhid oldu qəhrəmancasına. Sağ olsun ölkəmizin başçısı, dövlətimizin rəhbəri, prezidentimiz İlham Əliyev, Ali Başqan İlham Əliyev cənabları. Onun şəhadətindən sonra onu vətən uğrunda, Kəlbəcər uğrunda, şücaətə görə, döyüşlərə görə medallarla və ən yüksək ali orden olan Qarabağ ordeni ilə onu təltif edib. Yəni, o təltiflərdə də dövlət rəsmləri gəlib bizdə iştirak ediblər, həmin o ordenlərin, medalların verilməsində, yəni rəsmi surətdə. Evimizdə gəliblər, bizə həmin medallar, ordenləri təqdim ediblər, minnətdarlıq ediblər ki, bu cür oğul böyüdmüşsünüz, belə oğul. Mən də özlüyümdə bir valideyn kimi demişəm, mən oğul böyüdmüşəm, amma ona təlimi, tədrisi, elmi, o kapitan rütbəsini mən verməmişəm. Yəni, onu yetişdirən bizim dövlətimiz olub. Yəni, onu dövlət yetişdirib. Buna görə mən dövlətimizə də minnətdaram. İndi çox təəssüflər ki, Həmid ağa kimi neçə-neçə bizim igid oğullarımız, bizim o can əskərlərimiz ki, bizim ürəyimizdir, canımızdır, qanımızdır. Bir dənə tək Həmid ağa deyir, onlar hamısı mənim balalarım. Mən deyir, həm dağdan ki, söz düşdü, həm dağdan danışırıq, amma həmişə mən deyirəm ki, şəhid valideynlərlə, demin mənim oğlum. Deyin bizim oğullarımız, bizim igidlərimiz, bizim qəhrəmanlarımız, o hamının vətən oğlu. Həm dağda olan içində də bir döyüşçü kimi, bir zabit kimi.
Onu da mən hərdən deyirəm ki, mən yəni qürur hissi keçirirəm ki, zərrə qədər də olsa mənim o qələbədə də, o bizim 44 günlük müharibəmizdə məsəl üçün dağın zərrə qədər də olsa mənə də əziyyəti olub. Yəni onunla mən qürur duyuram ki, mənim oğlum da həmin döyüşlərdə çalışıb, vuruşub, neçə qənimət hələ keçirib. O 3-4 gün ərzində ki, o döyüşüb, Umurov dağ istiqamətində düşmənin canlı qüvvəsini, texnikasını məhv edib və həmin o qənimətləri əldə edib, yəni dövlətimizə təhvil verib. İndi qismətdir də tapşırıq verilib ona ki, yuxarı yenə də bir yəni post var erməni alanda. Yəni indi uşaqların dediyinə görə çıxdı ki, o relyefi aydınlaşdırsın ki, ora necə girə bilərik, necə gedə bilərik, relyefinin coğrafi şəraiti snayper gülləsinə tuş gəlmişdi uşaq. Şəhid olmuşdu. Oktyabr ayının ikisində bir yer dedim də sizə bu məlumatı ki sonra verdilər. İkisində bizə uşağı təhvil verdilər. Ayın elə ikisi də biz onu Yasamal qəbirstanlığında yerləşən 2-ci Fəxri Xiyaban şəhidlər xiyabanı. İndi ona dövlətimiz oranı təmir eləyib. Mən də fürsətdən istifadə edirəm. Ali Baş Komandanımıza İlham Əliyev cənablarına təşəkkür edirəm ki, oranı gözəl bir təmir ediblər, veriblər bir şəhid valideynlərinin ixtiyarına. Çox sağ olsun. Məsələn, prezidentimiz Mehriban xanım. Həm də oranın adı dəyişdirildi. İndi Şəhidlər Xiyabanı yox, Hərbi Müdafiə Nazirliyinin Memorial Kompleks Məzarlığı adı verildi. Ona bir də adı yüksək oldu. Yəni o bizim şəhidlərə verilən yüksək ad deməkdir o. Yəni beynəlxalq səviyyədə. İndi valideyn var başa düşür, valideyn deyir ki, niyə şəhid sözünü götürdülər oradan. Amma o memorial kompleks hər şeyi orada tərənnüm edir. Yəni ki, bu böyük bir addır. Bizim bu şəhidlərimizə verilən böyük yüksək qiymətdir ki, yəni oranın adı dəyişdirilərək dövlət səviyyəsində rəsmi olaraq prezidentimiz tərəfindən memorial kompleks adı verildi. Məsəl üçün, mənim indi bir şəhidim yox, həmin o ərəfədə ikinci şəhidim də gəldi hələ həmin gün. Oktyabrın ayının ikisində Əmdağanın dostu, döyüş yoldaşı, bir yerdə oxumuşlar, həmin qohum idilər. Şirbala Hüseynov. Gəldilər, dedilər mənə ki, Şirbala da şəhid olub. Axşam idi, həm dedim, o necə olub? Deməmiş ki, maşında 2 şəhid tabutları gəlib, birində Əmdağı imiş, birində Şirbalı imiş. Bizi veriblər bizə Əmdağanı, Şirbalanı da apardılar Sumqayıta. Mən bilsəydim ki, ikisi də orada da heç qoymazdım onu Sumqayıta geçsin. Hələ 2 dost, 2 şəhidlər xiyabanında yan-bayan uyuşardılar. Allah cəmi şəhidlərimizin ruhlarını şad eləsin. Allah bütün şəhid ata-analarına Allah səbir versin. Allah ölkəmizə, xalqımıza, millətimizə səbir diləyirəm. Qarşıda düz elə anım günləridir də. Mən həmişə deyirəm ki, 44 gün bizim üçün 44 gün müharibə. Biz 44 gündə həm ağladıq, həm göz yaşı tökdük, kədərləndik. Həm də 44 gündə sevincimiz oldu. Yəni sevinci günlərimiz oldu. Mənə deyirlər ki, hərdən sual verir ki, bu nədir də 44 gündəsə ağlamışıq, 44 gündə sevinmişik. Deyirəm, bəli, hər gün şəhidimiz olub ağlamışıq ki, şəhid vermişik. Amma sevinmişik ki, torpağımız, qəsəbəmiz, kəndimiz, şəhərlərimiz alınıb ermənilərdən, ona sevinmişik ki, yəni azad oldu torpaqlanma, sevincimiz də oldu. Bu bizə, bu belə deyək də, bu qələbəni bizə yaşadan şəhidlərimiz oldu. Onların başının üstündə duran da bizim rəhbəri Ali Baş Komandan İlham Əliyev cənabları oldu. Yəni biz həmişə deyirik ki, yəni bu qələbənin çalınmasında yəni bizim prezidentimizin böyük əziyyəti, zəhməti var. Görün neçə xarici jurnalistlər, qonaqlar gəlirdilər Bakıda prezidentimizlə sorğu-sual keçirdilər. Kimi vəkil, kimi prokuror, kimi hakim, kimi suallar verdilər, bizi günahlandırırdılar. Balam bizi niyə günahlandırırsınız? Biz öz torpağımızda vuruşuruq, öz torpağımızı alırıq. Qarabağ haradır? Qarabağ Azərbaycandır. Azərbaycan torpağıdır. Bu ta binəy qədimdən tarixdə də var bu. Ermənilər oraya köçürdüblər. İndi biz onlara o vaxt muxtariyyət vermişik. Daha indi verməmişik ki, siz o torpağa sahiblik edirsiniz. Bizim vətəndaşları oradan çıxardasınız, bizə imkan vermirsiniz, didərgin salasınız. Ölkəmizin də prezidenti hələ Ulu Öndərimiz Heydər Əliyev cənabları da o vaxt hələ sağkən olanda hətta onlara
muxtar vilayət kimi yox, muxtar respublika adı vermək istəyirdi ki, yəni ki, gəlin barışıq eləyək, torpaqları qaytaraq, aldığımız şəhərləri sizə muxtar respublika verək, yəni də öz həyatımızı orada yaşayasınız, işləyəsiniz. Onlar buna da getmədilər, buna da razılaşmadılar. Sonra onları da özləri üçün, nə bilim, baş nazir təyin elədilər, prezident təyin elədilər, Qarabağ neytərini elədilər. Buna daha dözmək olmaz da, insan da kim demiş ki, nə qədər belə şeylər eşidər, nə qədər biz sülhsevər millət də olsa, axırı hər şeyin öz Bizim də bir səbrimiz var. Bir səbri kasamız var. Nəhayət, yəni 20-ci ildə daha bu səbrimiz, onların təbliğatı nəticəsində, yəni antiterror əməliyyatlar elədilər, Tovuz hadisələrdə bizim, yəni neçə 20 oğlumuz orada, Polad Əşimovda generalımız şəhid oldu, onunla çalışan neçə yoldaşlarımız şəhid oldular. Xalqın, millətin belə o qaynayan, o necə deyərlər, coşan hissləri coşdu, daşdı. Ki, nəhayət tələb elədi ki, müharibə eləyək, biz torpaqlarımızı azad eləyək. Hətta mən bir şey də qayıtmaq istəyirəm, yəni bir keçmişə. O vaxt Heydər Əliyev olan dərimizin dövründə, hələ onun işlədiyi vaxtlarda, bilməm 97-98-ci illər olardı, biz bazı özümüzə gəlmişdik. O vaxt Milli Məclisdə, hətta Milli Məclisdə bizim ulu öndəri qısnamışdılar ki, millət vəkilləri, deputatlar, gəlin Ermənistanla müharibə eləyək, torpaqlarımızı alaq. İndi onun uzaq görənliyi, onun dahiliyi bir daha sübut elədi ki, biz müharibə eləyə bilmərik. Bizim iqtisadiyyatımız, dövlətimiz dağılmış vəziyyətdədir. İqtisadiyyatı güclü olmayan dövlət müharibə eləyə bilər. Silahımız yox, topumuz yox, tüfəngimiz yox. Biz necə müharibə eləyirik? Gəlin əvvəlcə iqtisadiyyatımızı dirçəldək, genişləndirək, hər şeyə qadir olaq, sahib olaq, gənc nəsli hərbidə yetişdirək, zabitlərimizi əslən ondan sonra biz mahvar. Nəhayət, indi Allah rəhmət eləsin, rəhmətə getdiyi ona qismət olmadı. Amma oğlu, onu əvəz edən İlham cənabla prezidentimiz, yəni gəldi öz siyasəti ilə, öz dünya görüşü ilə, yeni bu yaxşı dediyim kimi, yeni zabitlər həyata yetişdirdi, gətirdi və nəhayət bu 20-ci ildəki hadisələr, indi dövlət çoxsu deyir ki, pullarımız hara gedir, dövlət bu pulları hara gedir. Bir güllə nə qədər qiymətli maddi cəhətdən puldur, bir tank, bir göydə uçan təyyarə, dronlar, bunlar milyardlar tələb edir. Bax, bu pullarımız bura getdi. İndi hər bir dövlətdə çətinliyi var qızım. Heç bir dövlət deyə bilməz ki, mən yağ bal içində yaşayıram. İstəyir, ən böyük dövlətlər, Amerikası, Fransası, Almaniyası, İngiltərəsi, bütün dövlətlərin olan da öz problemləri var. Biz də bir kiçik dövlətik, 10 milyonluq dövlətik. Yəni, onlar kimi böyük bir sahəyə də malik dövürük. Ahalimiz də onlardan da üstün dövür ki, deyim ki, onların da öz problemi. Kiçikin kiçik problemi var, böyüyün böyük problemi var. İndi xalqımız da biraz səbirli olsun. Bu vaxtda da səbir eləyirlər. Bundan sonra yaxşı olacaq. Görün, indi ölkəmiz, nə qədər bizim prezidentimiz bu müharibədən sonraki biz ki, indi bu konstitusiya suverenlik ili sayılır da, bu indi konstitusiyanı qoyuram qırağa. Bu bizim, belə deyək ki, suverenlik. Bizim belə müqəddəs qanunumuzdur da, konstitusiya. Amma suverenliyimiz hələ tam bərpa olmamışdı. 22-ci ildə bu antiterror əməliyyatları, 23-cü ildə lokal antiterror əməliyyatları oldu. O ermənilərdə qalmış torpaqlar alındı. Tam şəkildə biz qələbə çaldıq. Bax, bizim suverenliyimiz o vaxt tam təmin olundu. Bax, indi biz suveren tam bir dövlətik. İndi hər şey yavaş-yavaş düzələcək. Baxın, 8 avqust 25-ci il tarix. Ölkəmizin başçısı Amerikada Ermənistanla Azərbaycanla üç tərəfli bəyannağı və sənəd qəbul edildilər. Zəngəzur dəhlizi ilə bağlı. Hər şey yavaş-yavaş olur. Birdən olmur ki. Avropa ilə Asiyanı birləşdirmək üçün həmin 30 kilometr, 35 kilometrlik, indi bilməm, dəqiq. Yəni o ərəfədə, o şeydə, ölçüdə. O yol təsəvvür edin, iki qitəni bir-biri ilə birləşdirəcək. Bu nə qədər böyük bir işdir. Bu Hasan başa gəlmir. Böyük dövlətlər var, ətrafımızda İran var, Rusiya var, dişlərini qıcıyırlar üstümüzə, razı olmurlar, həmin dəhliz açılsın. Çünki onlara sərf eləmir. Sərf eləyən kimədir?
Asiya ölkələrinə, Avropa ölkələrinə, Azərbaycanın özünə, Ermənistanın özünə. Çünki Ermənistan da oradan qazanacaq. Bir dənə biz qazanmayacaq ki. Ermənistan da bəlkə indi onun dövləti də başa düşür rəhbərləri ki, o dəhlizin açılması, onların blokada olması var. Necə 30 il blokadadılar. Ermənistanın nə qədər əhalisi çıxıb gediblər. Yəni o aclıq, susuzluq, nə bilim pis həyat səviyyəsi ölkəni tərk ediblər. İndi həmin o dəhliz onlara da gələcəkdə inam yaradır ki, inam yaradır ki, onlar da öz torpaqlarını, vətənlərini həmin o dəhlizin simasında yaxşılaşdıracaqlar, dirçələcəklər, çiçəklənəcəklər. Baxın müəllim, çox sağ olun, gəldiyiniz üçün təşəkkür edirik. Sağ olun. Mən də sizə təşəkkür edirəm. Dəvətinizi qəbul elədim, gəldim. Çox sağ olun. Mən də yəni bugün həm daha bir də siyasi məsələlərə toxundum. Yəni bizim ölkəmiz, düzdür, mən siyasətçi deyirəm. Amma maraqlanıram. İndi yenə də ölkədə bir balaca indi qatmağa, aşırılar yaratmaq istəyirlər. İndi onlar da yavaş-yavaş düzələcək. Ölkə rəhbərinin rəhbərliyi altında prezidentimizin, yəni indi cavan, mənim üçün cavandır da, yəni. Mənim üçün cavandır. Onun o dünya görüşü, onun apardığı siyasət, onun həm daxili, həm xarici siyasəti, yəni hər şey düzələcək, hər şey yaxşı olacaq. Mən də burada millətimə üzümü tuturam, deyirəm ki, hər şey yaxşı, düzdür, çətinlik də bir adıdır, hər yerdə çətinlik, bizim də çətinliyimiz var. Dözmək lazımdır, səbir, dözmüşük həmişə, dözümlü xalqdır, həmişə deyirlər dözümlü xalq. İndi bizim də həyatımız, indi bu ermənilərə görə bəxtimiz belə alındı da, bəlkə bundan da gözəl olardı, torpaqlarımız işğal olunmasaydı. Analarımız, bacılarımız ayaq yanın torpaqlarını atdılar, gəldilər. Yəni indi məskunlaşdılar. Kimləri rayonlarda, kimləri Bakıda. İndi belə. Allah ölkəmizi, xalqımızı, millətimizi qorusun. Allah bütün cəmi şəhidlərimizin, Allah ruhlarını şad eləsin. Allah ölkə başçısını, o xanımını, yəni bizlərə çox görməsin. Yaşasınlar, biz də yaşayaq onların simasında. Ölkəmiz daha da çiçəklənsin, daha da təravətlənsin. Xarici dövlətli sözümüz də keçərlidir də, indi bizimlə hesablaşırlar o böyük dövlətləri. Kimin sayəsində? Biz xalqımızın sayəsində, yəni onu aparan lider İlham Əliyev cənablarının sayəsində. Sağ olun, Bağa müəllim. Sağ olun. Şəhidimiz Həmidağa Hüseynzadənin ruhu şad olsun. Allah rəhmət eləsin. Sağ olun əziz tamaşaçılar. Gələn görüşlərə dək.